Space xəbərə baxırsınız. Samux rayonunda yenidən at oğruları peyda olub. Qovlarsarı kəndində vətəndaşlara məxsus təsərrüfatlardan bir neçə at oğurlanıb. Bu kənddə ilk belə hadisə deyil. Daha əvvəllər də bənzər hadisələr yaşanıb. Bu kənddə 15 atdı gedib. Biri də ən yaxın qohumumun atını aparıblar, yoldaşımın 40 günü. Samuxun Qovlarsarı kənd sakini Dilbər Nəcəfova deyir ki, bir neçə gün əvvəl ona məxsus 3 baş at həyətindən və otlaq sahəsindən oğurlanıb. Artıq bu hadisə kənddə ilk deyil. Zərər çəkən bildirir ki, son bir neçə ayda kənd sakinlərinə məxsus 15 baş at yoxa çıxıb. Kürəkənimin qapısında saxlayıram atımı, heyvanımı, amma bununla ikinci səfərdir mənim qapımdan atımı aparırlar. Bundan 5-ci atdır. 2 dənəsini məhləmdən aparıblar, 3 dənəsini də məhləmin ayağında sahəmdən aparıblar. Axırıncı 5 gün bundan qabaq aparıblar. Mən bir atım aparım. Bunlar isə bir 10-15-ci atda aparırlar. Xahiş edirəm ki, bu aidiyyatı qurumlardan bizə kömək eləyəsin. Qovlarsarı kənd sakinlərinin əsas dolanışığı heyvandarlıq və əkinçilikdir. Dilbər Nəcəfova deyir ki, təkcə ona 3000 manatdan artıq ziyan dəyib. Məsələ ilə bağlı Samux rayon polis şöbəsində araşdırma başlanılıb. İlham Məmmədov, Günəş Rızayeva, Space xəbər, Samux.